Qulaq verin, dinləyin ey cəmaət, tərifliyim sizlərə bir rəvayət. Bir dəfə Dərbəndimizin başında bir qızı gördüm 25 yaşında. Yanında şəxsi ranəndəsi vardı, milyarder olmaqları aşikardı. Düşdüm onun arxasıca yoruldum, həm özünə həm pullarına vuruldum. Elçi getmə niyyətimdə var idi, hiss elədim qismətimdə var idi. Qoca nənəmi bir cürə razı saldım, şirniçidən pakatda şirini aldım. Elçiliğa getdim hesab kitabsız, dedim sevgi qalmayacaq cavabsız. Evləri şah qəsrinə bənziyirdi, Şah Abbasın əsrinə bənziyirdi. Qoca nənəmi 10 təbəqə çıxartdım, nəhayət ki qızın qapısına çatdım. Hörmət edərlər mənə fərz eylədim, qapını döyüb bir səlam ərz elədim. Qızın atası fərz elədi yolçuyam, elə ki dedim anladı mən elçiyəm. Gülümsədi etdi məni məsxərə, itələdi dəydim yerə birdən-birə. Heç qulaq da asmadı bir sözümüzə, qapını hiqarətlə çıpdı üzümüzə. Nənə bunlar hələ bilmir kiməm mən, yeri gələndə hiləyə hakiməm mən. Sabah hamısı peşman olacaqlar, hiləmə bunlar heyran olacaqlar. Bir dənə furuşqah libas tanıyıram, Abrəsanda Mod Plus tanıyıram. Mod Plus'da bir dənə tip vuracağam, Allah istəyən olsa bəy duracağam. Nə cür demişdimsə özür də etdim, tipimi qoşub Tazaşdan elçi getdim. Görüb məni heyrətə düşmüşdülər, peşman olub həsrətə düşmüşdülər. Dedim geçən dəfə bir çalış idi, imtihan idi, azmayış idi. Mən əslində varlı bir milyarderəm, işim ticarətdir, əhli alverəm. Az qala sözlərimə inanmışdılar, bu işlərindən çox utanmışdılar. Otaq qapısı açıldı birdən-birə, elə bir adam çıxdı ki düşdüm girə. Qapını açan kimdi? Qızın qardaşı. Ay onu görüm torpağa girsin başı. Mod Plus'ın sabıdır eyni halda, görün mənə nələr dedi bu halda. Səndən işin vardı hilebaz gedə, kimə kələk gəlirsən anlamaz gedə. Öz libasımla özmə mod verirsən, yavaş yavaş beynimə od verirsən. Əlim ayağım dəyməmiş tez itkinə, göz qabağından dəf olub getkinə. Bu dəfəlik hilə cavab vermədi, iş bücür oldu şansım gətirmədi. Amma mən bilirəm neyniyim sizə, səbr eləyin yenə gələrik üz-üzə. Amma mən bilirəm neyniyim sizə, səbr eləyin yenə gələrik üz-üzə.